Bizə 1 mol natrium sulfat verib, bir də 1 mol alüminium sulfat. Dissosiasiya dərəcələri eynidir deyir. Məhlulda sulfat ionlarının mol sayı cəmi 1/6-dır. İndi alüminium sulfatın dissosiasiya tənliyini yazanda 2 alüminium 3 müsbət, bir də 2 SO4 2 mənfi. Natrium sulfatı yazanda alınacaq 2 natrium müsbət, bir də SO4 2 mənfi. İndi nə qədər dissosiasiya elədiyini bilmirəm. Belə deyək, buna x deyək. Avtomatik bura 3x SO4 alınacaq. Çünki bax, molları eyni. Dissosiasiya dərəcələri eynidirsə, eyni qədər dissosiasiya eləyəcək. Burada x qoyacağım, bu da x. Deməli, 3x, bu da x SO4-lər. 4x bərabərdir 1/6. X də bərabərdir 0,4. Yəni, hərəsindən 0,4 molu dissosiasiya eləyib. Amma 1 vermişdi. Alfa da bərabərdir 0,4 böl 1 vur 100. Deməli, 40% dissosiasiya dərəcəsidir. Yəni, A-mız 40-dır. Bir də natrium ionlarının mol sayını soruşur. Normalda 1 molda 2 mol natrium ionu varsa, əgər 1-i dissosiasiya edirsə, 0,4-də x-dir, o da eləcək 0,8 mol. Deməli, birinci cavab A-mız 40%, natrium ionları mol sayıdır 0,8 mol.